mehriban Allah'ın adıyla her birinizi salamlayıram. Bu məclisdə iştirak edən hər bir kəsi salamlayıram və hər birinizə təşəkkür edirəm. Burada bu məclisdə iştirak edən müəllimlərimiz, mədəniyyət evinin işçiləri, o cümlədən şəhidin ailəsi, şəhid valideynləri və hörmətli Faiq müəllimlər burada iştirak edir. Mətləb qardaşım, iş yoldaşları, hər birinizi salamlayıram. Allah Teala cəmi şəhidlərimizə rəhmət eləsin. Biz dünən də şəhid Mətləb qardaşımızın doğum gününü qeyd elədik. Mədəniyyət evinin işçiləri çox gözəl bir tədbir təşkil eləmişdilər. İlham müəllim də o məclisdə iştirak edirdi. Və Allaha şükürlər olsun ki, Allah bizə də nəsib elədi. Biz də o məclisdə iştirak elədik və mən dünən orada da vurğuladım. Həqiqətən şəhid haqqında danışmaq çox çətindir, şəhidi vəsf eləmək çətindir. Çünki şəhidi Allah Təbarək və Təala öz kitabında, müqəddəs Quran-ı Kərimdə tərif edir. Və Həzrəti Peyğəmbərimiz şəhidi tərif edir. Peyğəmbər salavatullah buyurur ki, bir insan şəhid ola, onun qanı ki torpağa dəyə, Allah Təbarək və Təala onun bütün günahlarını bağışlayar və o pak halda Allahın rəhmətinə qovuşar. Və Həzrəti Peyğəmbər hədislərinin birində belə buyurur, deyir, qiyamət günü şəhid kim məhşərə daxil olar, onun əyağına özüm duraram. O şəhidi özüm qarşılayaram və o şəhidi özüm cənnətə yola salaram. Və başqa bir hədisdə buyurur ki, bütün insanlar hamısı məhşər əhli şəhidə qibtə eləyəcəklər, şəhidin məqamına qibtə eləyəcəklər və hər kəs arzu edəcək ki, kaş biz də şəhid olardı. Şəhid anaları orada o qədər ki şad olacaq, şəhidin yaxınları o qədər ki şad olacaq, başqa insanlar da, analar da, oğul anaları da o günü arzu edəcəklər ki, kaş biz də şəhid anası olardı. Çünki şəhidin məqamı həqiqətən yüksəkdir. Allah Təbarək və Təala şəhid Mətləb qardaşımıza da şəhidlik nəsib elədi. Çünki o öz həyatında gözəl yaşadığı, ədəbli, ərkanlı, çox təqvalı bir insan idi. İmam Hüseyin əleyhissalamın aşığı idi, Kərbəla aşığı idi. Ona görə də Allah Teala ona elə bir mərtəbə, rütbə nəsib elədi ki, o şəhid oldu və o şərbəti datdı ki, çoxsunun arzusudur ki, şəhid olan. Allah Teala cəmi şəhidlərimizi inşallah rəhmət eləsin. Mən də Allahın izni ilə, qüdrəti ilə inşallah şəhid Mətləb qardaşımıza həsr elədiyim ikinci şeirimi xidmətinizə ərz edirəm. Canını vətənə qurban eylədi, canını vətənə qurban eylədi, dönmədi yolundan cihad eylədi. Allahın eşqi ilə yaşadın hər an sən, Allahım şəhidlik nəsib eylədi. Yaşadı Kərbəla eşqi ilə Mətləb, yaşadı Kərbəla eşqi ilə Mətləb, bu eşqin zirvəsin edərək ofət, imanla, yəqinlə qazandı əlbət. Allahım şəhidlik nəsib eylədi. O gözəl qardaşdır, o gözəl yoldaş, ədəblə çoxuna olmuşdu sirdaş. İnşallah olarsan ağama yoldaş, məhşərdə əlimdən tutarsan qardaş, məhşərdə əlimdən tutarsan qardaş. Bizim də ümidimiz budur ki, günahkar bir quluq, günahkar bir bindük.
İnşallah şəhidlərimiz də bizim xidmətimizi inşallah dəyərləndirər. Qiyaməti günündə, məhşərdə əlimizdən tutar, bizə şəfaətçi olar. Allah Mətləb qardaşımıza rəhmət eləsin, ailə üzvlərinə səbir versin, oğlanların dünya və axirət xoşbəxt eləsin. Allah hər birinizdən razı olsun. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.